Hər vaxt xeyir olsun dəyərli qrup üzvləri, dəyərli treyderlər. Həftəniz xeyirli, bərəkətli olsun inşallah. Uşaqlar, gəlin ilk öncə keçən həftənin 5-ci günü verilən siqnallara baxaq. Görək siqnallar nə dərəcədə özünü doğrultdu və ümumiyyətlə Telegram siqnal kanalından yararlanmaq olarmı, olmazmı sualına gəldikdə isə diqqətlə baxın. Biz demək 5-ci gün buy əməliyyatları yerləşdirdik, siqnalını verdi və qızılda buy 4724-dən 4735-ə qədər, yəni 10 dollara yüksəliş oldu. Bu mükəmməl oldu. Sonra qızılda buy 4740-dan bu təbii ki, qiymət aralığından sonra biz bunu ləğv edirik. Aşağıdan yeni alışlar gəlmişdi. Tək biz deməli gümüşdə də gəlirlə nəticələndi. Bitcoin'da da, evro dollarda da, funt dollarda tək qızılda 4700-dən qabaq satış əməliyyatları vardı. Deməli, qızılda yeni erkən baylar 4721-dən 4731-ə kimi bu da gəlirlə nəticələndi. Sonra erkən sellər 4706-dan 93-ə kimi. Bu da haradasa deyək ki, burada kifayət qədər gəlir verdi bu. Baxaq bir də, baxaq 4706-dan baxa görə nə qədər gəlir verib. 4706-dan bu deməli düşüb 6 orada 4600 deməli hardasa 9 dollarlıq bir enişlə olub. Bu da sığortalamaq olardı. Ondan sonra biz yəni əgər kimdə biz yazdıq kimdə buy əməliyyatları varsa, deməli qızılda yeni buy 4722-dən burada biz 28-dən çox istəyirəm, 28-dən 3 qatına biz yerləşdirdik və 4749 48-ə take profit təyin elədik. Baxın, TP 4748-ə qədər. 49-da stop loss'u təyin elədik. Yəni qiymət rahat bir şəkildə, deməli təbii ki, 28-də açılandan sonra, bax burada, birinci dəfə biz paylaşdıq, yəni bizdə 28 olmadı. Amma bəzi uşaqlar yazdılar ki, onlarda açılıb və biz paylaşdıq ki, yəni bu maksimum 4727 olub. Yəni burada 4727 olub, yəni açılmamışdı. Amma bəzi brokerlərdə təbii ki, onlar spreadi çoxaldırlar və təbii ki, açıla bilər. Nəysə, açılsa belə yenə qiymət, diqqətlə baxın, biz take profit'i təyin eləmişdik 4748-də. 4748-də təyin etmişdik, amma qiymət 4749-30-lara qədər qalxdı. Böyük məmnuniyyətlə nə elədi? Deməli, gəlirlə bağladı. Biz yenə bugün alış əməliyyatlarını icra etmişik. Artıq deyəsən, alış əməliyyatları aktiv oldu. Və bugün səhər saatlarında nə etmişik? Cəmi bircə dənə əməliyyat açmışıq. O da 5-ci gün. Yəni, o da 35 dollarlı bir eniş olub, 35 bin dollar gəlir verir bizə. Yəni, burada rahat bir şəkildə təbii ki, real hesabları görə bilərsiniz. Rahat bir şəkildə gəlirlə nəticələnib. Yəni, burada selimiz vardı 5-ci gün, bağlamamışdıq ki, yəni aşağıdan qeyblə açılacaq, qeyblə ümumiyyətlə aşağı istiqamət alacaq, aldı. Təbii ki, biz onu 35 mindən bağlamışdıq, biraz gözləsəydi, yəni onu 67 mindən bağlaya bilərdik. Və burada bizim bugün alış əməliyyatlarımızda artıq, baxaq, alış əməliyyatlarımız bugün üçün. Yəni, 5-ci gün, uşaqlar, 5-ci gün bizdə demək, əməliyyatlar qızılda buy 4724-dən 4734-ə qədər qalxdı, gəlirlə nəticələndi. Qızılda buy 4740-dan bunu biz ləğv elədik. Hətta qalsaydı belə yenə gəlirlə nəticələnərdi, yəni kifayət qədər qalxdı. Qızılda sell, deməli 4700-dən tək bunu biz 3 qatla sığortaladıq. Sonra gümüşdə buy qəşəng gəlirlə nəticələndi. Bitcoin'da da əməliyyatlar yaxşı gəlirlə nəticələndi. Evro dolları, funt dolları. Bugün biz nə etmişik? Bugün biz bu əməliyyatları paylaşmışıq. Deməli bizdə, deməli qızılda artıq alış əməliyyatları açıldı. Qızılda açıldı 85-də, gəlirdə də. Gümüşdə deməli gümüşdə buy 8800-lərdən 81-200-lərə take profit təyin eləmişik. Yəni o böyük məmnuniyyətlə yoxladı. Bizdə deməli bizim bu qızılda uşaqlar canlı olaraq əməliyyat açıldı və gəlirlə də bağlandı. Bir dənə biz Bitcoin-ə, gümüşə baxaq. Gümüşdə də artıq açılıb da bağlanıb da.
Qızıla 85-dən 95-ə birinci TP, ikinci isə 4715-dir uşaqlar. Baxın, qızılda da artıq demək, baxaq. Deməli 95-27 artıq elə bir ki, ikinci əməliyyatımızda uğurla nəticələndi və evro dollarda da gəlirlə nəticələnib, paylaşmışdıq evro dollarda. Evro dolları budur, bay açılıb, gəlirlə nəticələnib. Gümüşdə, funtda 1.36-50-lərdən alışlar idi və qiymət deməli 36-150-lərə qədər, yəni 100 pipsi bir gəlirlə nəticələnib hələ ki. Demək, Bitcoin-də də bay açılıb və gəliri biz gözləyirik ki, gəlirlə nəticələnsin. Belə, yəni ümumi istiqamət, yəni Bitcoin-da yenidən yuxarı olacaq, 82-lərdir. Funtda da yuxarı olacaq bugün. Evro dollarda da yuxarı oldu, gəlirlə nəticələndi. Gümüşdə artıq, yəni yuxarı doğru istiqamətlə davam etdirir, gedir. Qızılda da birinci take profitimiz gəlirlə nəticələndi. Yəni bu bizim Telegram siqnal kanalının nəticələridir, əzizlərim. Yəni buna kimsə yenə nəsə söz deyirsə, siqnal kanalı haqqında ki, gəlir əldə edə bilmirik. Mənim həmin insanlara yəni deməyə sözüm yoxdur. Çünki hər şey göz qabağındadır. Tək bir dənə 5-ci gün 4700-də bir selimiz vardı, onu da 3 qatla sığortaladıq və onda 3 qatla sığortalamasaydı uşaqlar, bizdə bir bay əməliyyatları gəlir oldu, 2 sel əməliyyatları gəlir oldu. Deməli 4000 xəbərə qədər 4720-dən də gəlirlə nəticə, 21-dən də açmışdıq, o da gəlirlə nəticələndi. 4728-dən də olan o da gəlirlə nəticələndi. Bir sözlə, yəni bütün əməliyyatlar, yəni ümumi olaraq gəlirlə nəticələndi. Belə əzizlərim, inşallah görüşmək ümidi ilə sabah təlimdir, saat 19:00-da ofisə gələ bilərsiniz.